bütün dəyər normalarına baxın, sevgidir, fədakarlıqdır, şəfqətdir, ictimai və daha doğrusu kollektiv fəaliyyət ifadə edir. Məsələn, sevmək üçün kimsə olmalıdır. Egoist insanlar sevə bilmirlər. Məsələn, istəyirlər ki, onu sevsinlər. Egoist insanlar dostluq eləyə bilmirlər. Deyir ki, o gəlib mənimlə dostluq eləsin, narsist adam. Amma biz şuuru ilə böyüyən insan, biz şuuru ilə, biz olmağı öyrənən insan, ondan çox yaxşı həyat yoldaş çıxır. Ondan çox yaxşı dost çıxır. Yəni özünü məhdudlaşdıran adam da. Özünü məhdudlaşdırmır, başqalarını nəzərə alır. Məsələn, modern qərbdə mən mərkəzli dünya görüşü hakimdir. Məsələn, elə deyil, razı deyiləm. İcazənizlə tamamlayım. Buyurun. Məsələn, fərdin xoşbəxtliyi, fərdin azadlığı, məsələn, liberalizm niyə meydana çıxdı? Birinci iqtisadi münasibətlər üzərindən çıxdı. Daha sonra dedi ki, dövlət ümumiyyətlə iqtisadi münasibətlərə müdaxilə edə bilməz. Sonra bu siyasi nəyə gəldi və ən axırda gəldi aksiyoloji sahəyə. Ümumiyyətlə, dövlət mənim heç bir şeyimə qarışa bilməz. Amma yəni, mərkəzi hakimiyyəti zəiflətmək olmaz. Fərdlər heç vaxt dövləti yaxud cəmiyyəti idarə edə bilməzlər. Burada bir sistem olmalıdır. Dövlətin əhəmiyyətini başa düşmək lazımdır. Bayaq dedim ki, mənəvi dəyərləri əmələ gətirən normalar kollektiv fəaliyyəti. Biz nədir o? Məsələn, fədakarlıq. Bir və ya bir neçə insan qarşısında meydana çıxan bir haldır. Məsələn, fədakar olan insanlar biz deyə düşünə bilirlər, ailədə biz deyə tərbiyə olunan insanlar fədakar ola bilirlər. Şəhidlər də belədir. Yəni, öz mənliyini, ümumi mənliyin fonunda unuda bilən insanlar daha xoşbəxtdirlər. Düzdür, modern qərb bizə başqa şey öyrədir. Deyir ki, əsas sənin fərdi xoşbəxtliyindir. Sənin üçün maraqlı deyil kim bədbəxtdir kim. Sən özün xoşbəxtsənsə bu məsələdə, əsas sənsən. Amma unutmaq olmaz, insan sosial varlıqdır. İnsanın xoşbəxt olmaq üçün onun kiməsə ehtiyacı var. Kiminləsə ünsiyyət qurmalıdır, kiminləsə evlənməlidir, kiminləsə söhbət eləməlidir, dost olmalıdır. Bu gündəlik, spontan söhbət olmamalıdır. Bu bəzən dəyərlərin birləşdirdiyi, dünya görüşünün birləşdirdiyi bir söhbət, yəni dost olmalıdır mənim qabağımda. Və bir daha deyirəm ki, biz şuuru ilə böyüyən insanlar yaxşı qonşu olurlar, yaxşı dost olurlar, yaxşı həyat yoldaşı olurlar.